Və qeyd etdiyimiz kimi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir və bu mərhələdə Zəngilan şəhərinə 59 ailə, 235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə, 419 nəfər köçürülüb. Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi davam etdirilir. Bu çərçivədə Zəngilan şəhərinə 59 ailə, 235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə, 419 nəfər yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş Qarabağda daimi məskunlaşmaq imkanı əldə ediblər. Vətənimizə qayıdırıq. Sağ olsun prezidentimizin, canı salamat olsun. Bunun rəhbərlik sayəsində bütün torpaqlarımız düşmən təhdidlərindən azad olundu. Biz indi çox şad və firavan öz vətənimizə qayıdırıq. Buna görə şadıq biz. Sözlə ifadə oluna bilməyəcək hisslər keçirdirəm. Uşaqlığımdan bəri valideynlərim vətən haqqında danışdıqlarını eşidə böyümüşəm. Bunlar çox qəribə hisslərdir. Həm sevincliyəm, həm kövrək dolu hisslər yaşayıram. Həm öz adımdan, həm gənc nəsil adından, valideynlərim adından çox sevincliyəm. Bugün biz Qarabağa qayıdırıqsa, birinci şəhidlərimizin qanı, ikinci qazilərimizin mübarizəsi sayəsində qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin və Ali Baş Komandan sağ olsun ki, biz gənc nəslə yenidən Qarabağa qayıtmaq və orada yaşayıb yaratmaq imkanı yaratdı. Mən oradan çıxanda 27 yaşım var idi, indi 60 yaşım olub bir aydır, indi qayıdıram Zəngilana. Şəhid bacısıyam, şəhidim var, Qurbanov İlyas Məmmədquluoğlu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, günü-gündən dinç yatsınlar. Şəhid anaların əllərindən öpürəm, atalarının, bacılarının hamısına Allah səbirdən də diləyirəm Allah Teala'dan. Allah prezidentimizin canını sağ eləsin, gedir yerimizə, obamıza. Gedə ilə sonra sağcanı orada verilən evi xeyri ilə versin, düşəri ilə versin, yurdumuz xeyirli olsun, düşərli olsun. Bütün şəhidlərin hamısına rəhmət eləsin, bütün qazilərə can sağlığı olsun. Bütün müharibədə iştirak edənlərin hamısının Allah Teala canı salamat eləsin. İndi biz gedirik Zəngilana. Zəngilana getməyə mən fəxr edirəm. Göründüyü kimi doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə Cəbrayıl və Zəngilana qayıdan hər bir ailə də Qarabağın yenidən dirçəliş salnaməsinin canlı iştirakçısına çevriləcək.